Noyabrın 3-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Zəfər şəhid ailələrinə dəstək İctimai Birliyi və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış zəfərin 5-ci il dönümünə həsr olunmuş Zəfər Andı adlı ədəbi bədii gecə keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, şəhid ailələri, qazilər, ziyalılar, Gənclər Təşkilatının nümayəndələri və media təmsilçiləri olmaqla 2000-ə yaxın şəxs iştirak edib. Çıxışlarda qəhrəmanlarımızın şücaəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi zəfər, torpaqlarımızın azadlığı və böyük qayıdışın əhəmiyyəti vurğulanıb. Qəhrəmanlıq tarixinin gənclər arasında təbliği və bu kimi tədbirlərin keçirilməsinin vacibliyi qeyd edilib. Bütün xalqımızın bayramıdır, 8 noyabr, Zəfər bayramıdır. Biz də öz canı ilə bu zəfəri qazanan oğlanlara borcluyuq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı. Bu günləri nə qədər acılı olsa da bir o qədər də şərəfli bir gündür. Zəfər bayramı ilə əlaqədar olan bir bayram. Təbii ki, bu bayramı da bizə əldə edən mənim fikrim üçün 3 əsas mövqe olub. Biri bizim Ali Baş Komandanımız, Müzəffər Cənab Ali Baş Komandanımız, xalqımız və ordumuz. Mən şəhid polkovnik leytenant Vidadi Xəlilovun anasıyam. 22 il qüsursuz xidmət edib vətəninə Azərbaycan bayrağı ordenli şəhid bir qəhrəmanın anasıyam. Mən bütün Azərbaycan xalqını, başda hörmətli prezidentimiz olmaqla Zəfər bayramınızı təbrik edirəm. Biz bu zəfərimizlə milli kimliyimizi bütün dünyaya sübut elədik. Dövlətimizlə, prezidentimizlə fəxr edirik. Bu bayramı bizə yaşadan Azərbaycan Respublikasının prezidenti ilə bərabər ordumuzu təbrik edirəm. Bu bayram münasibəti ilə, şəhidlərimizin qanı ilə yazılmış bu bayram münasibəti ilə bütün xalqıma, dövlətimi, əskərlərimi, şəhid ailələrini ürəkdən təbrik edirəm. Bayramlar mübarək olsun. Gecə tanınmış incəsənət xadimləri və istedadlı gənclərin təqdimatında Zəfər Andı bədii kompozisiyası ilə davam edib. Vətən sevgisi, sevgilərin başında vətən sevgisini. Öpsüzündən gilavar, bil ki mənə bir zaman həmvətən idim sənə, indi vətənə. Kompozisiyanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, ssenari müəllifi isə şair və yazıcı İlqar Fəhmi olub. Əsərdə vətən uğrunda döyüşən qəhrəmanların şücaəti bədii, musiqili və teatral formada tamaşaçılara təqdim edilib.